Hər vaxtınız xeyir. Gəlin bir anlıq düşünək, şəxsi telefon nömrəniz bu günə qədər neçə fərqli onlayn xidmətdə, neçə tanımadığınız insanın əlində qeyd olunub? Bugün biz məhz bu məsələdən, yəni rəqəmsal dünyada məxfiliyinizi geri qaytarmağın çox sadə bir yolundan danışacağıq. İkinci telefon nömrəsindən və inanın, bu düşündüyünüzdən həm daha asandır, həm də daha vacibdir. Yaxşı bir sual. Şəxsi telefon nömrəniz kimlərdə var? Onlayn alış-veriş saytları, sosial şəbəkələr, taksi proqramları, siyahını uzatmaq olar, elə deyilmi? Bax, bu kiçik rəqəmlər toplusu var ha, əslində o sizin rəqəmsal kimliyinizin açarıdır və biz bu açarı çox asanlıqla sağa-sola paylayırıq. Hər şey üçün tək bir nömrə istifadə etmək açığı əsli baş ağrısına çevrilə bilər. Səhərin bir aləmində gələn o spam zənglər, ikinci əl nəsə satmaq üçün elan saytına nömrənizi qoyduqdan sonra gələn yersiz mesajlar, ya da tam axşam yeməyi zamanı sizi yaxalayan iş zəngləri. Tanış bir mənzərədir, hə? Bütün bunlar eyni nömrəni hər yerdə istifadə etməyimizin nəticəsidir. Yaxşı, gəlin problemin biraz da dərinliyinə gedək. Nömrəniz açıqdadır. Bəs bu, gündəlik həyatda bizim üçün konkret olaraq hansı riskləri yaradır? Bir təsəvvür edin, hər dəfə yeni bir proqram yükləyəndə, onlayn nəsə sifariş edəndə, hansısa foruma üzv olanda, sanki rəqəmsal kimliyinizin bir hissəsini, bir fraqmentini onlara verirsiniz və zamanla bu kiçik parçalar birləşib sizin məxfiliyiniz üçün böyük bir təhlükəyə çevrilir. Amma yaxşı xəbər də var. Bütün bu rəqəmsal xaosdan bir çıxış yolu mövcuddur. İndi tanış olacağımız virtual nömrə həlli ilə məxfiliyinizi çox asanlıqla qoruya bilərsiniz. Bütün bu sehrin arxasında dayanan texnologiya VoIP adlanır. Yəni, internet üzərindən səs. Bunu belə düşünün. Necə ki, WhatsApp və ya Telegramla zəng edirsiniz, eyni prinsipdir. Bu proqramlar da zəngləri və mesajları internet vasitəsilə ötürür. Ən gözəl tərəfi isə odur ki, heç bir əlavə SIM kart almadan öz telefonunuzda tam işlək ikinci bir nömrəniz olur. Yaxşı, rəqəmsal ikinci nömrə üçün iki əsas yolumuz var. Birincisi, xüsusi proqramlar. Bunları quraşdırmaq çox asandır, səsli mesajları mətnə çevirmək kimi əla funksiyalar da var. Amma bir şərtlə, stabil internetiniz olmalıdır. İkinci yol isə eSIM-lərdir. Bunlar eyni ilə adi nömrə kimi internet olmadan işləyir, daha etibarlıdır. Amma burada da bir amma var. Yalnız yeni model telefonlar eSIM dəstəkləyir. Yəni seçim əslində rahatlıqla etibarlılıq arasında bir tarazlıq tapmaqdır. İndi isə gəlin praktikaya keçək. Məxfiliyə gedən 3 konkret yolu bir-bir araşdıraq. Hər birinin özünə görə üstünlükləri var, ən sürətli və pulsuz həllərdən tutmuş maksimum təhlükəsizliyə qədər. Birinci yolumuz pulsuz və ictimai SMS saytları. Bilirəm, cəzbedici səslənir. Bir neçə saniyəyə hansısa təsdiqləmə kodu almaq üçün əladır. Amma bu rahatlığın qiyməti çox ağırdır. Məxfiliyinizin tamamilə sıfırlanması. Problem nədir? Baxın, bu saytlar bir növ ictimai poçt qutusu kimidir. Oraya gələn hər bir mesajı, sizin təsdiqləmə kodunuzu, şəxsi məlumatınızı, sayta daxil olan istənilən adam görə bilir. Yəni burada məxfilikdən söhbət belə gedə bilməz. Çox risklidir. Yaxşı, o təhlükəli yoldan uzaqlaşaq və daha etibarlı, daha peşəkar bir həllə baxaq. Xüsusi virtual nömrə proqramları. Məxfiliyini həqiqətən ciddiyə alanlar üçün bu demək olar ki, ən ideal və ən populyar seçimdir. Gəlin bazardakı ən populyar 3 oyunçuya nəzər salaq. Əgər sizin üçün əsas məsələ maksimum anonimlikdirsə, Surfshark sizə yeni bir rəqəmsal kimlik yaratmağa belə imkan verir. Gündəlik şəxsi istifadə ya da kiçik işlər üçün Google Voice-un pulsuz versiyası əla iş görür. Yox, əgər sizə qısa müddət üçün məsələn onlayn nəsə satmaq üçün nömrə lazımdırsa, Burner proqramı idealdır. Adı üstündə nömrəni istifadə edirsiniz və sonra asanlıqla yandırırsınız. Və nəhayət üçüncü yolumuz. Bu bizi biraz texnologiyadan uzaqlaşdırıb daha klassik bir həllə aparır. Bildiyimiz fiziki burner telefonlar, yəni bir dəfəlik istifadə üçün olan telefonlar və SIM kartlar. Bu, rəqəmsal dünyadan tamamilə təcrid olunmaq istəyənlər üçün ənənəvi, amma çox etibarlı bir üsuldur. Proses sözün əsl mənasında uşaq oyuncağıdır. Adi bir mağazadan ucuz bir telefon və ya SIM kart alırsınız, adətən heç bir sənəd təqdim etmədən aktivləşdirirsiniz və balansı bitənə qədər istifadə edib sadəcə atırsınız. Ən əsası odur ki, bu nömrənin sizin real şəxsiyyətinizlə heç bir bağlantısı olmur. Tam anonimlik. Yaxşı, 3 fərqli yol gördük. Bəs bu qədər seçim arasında sizə hansı uyğundur? Seçimi necə etməli? Gəlin indi də doğru xidməti seçərkən nələrə diqqət etməli olduğumuza baxaq. Bir xidmət seçməzdən əvvəl bu siyahını yadda saxlayın. Zəngləri yönləndirə bilirmi? Rahatlıq üçün vacibdir.
SMS və şəkillər göndərmək olurmu? Əlbəttə. Və ən əsası, qiymətlər şəffafdırmı? Heç kim ayın sonunda sürpriz hesablarla qarşılaşmaq istəməz. Bax, bu xüsusiyyətlər sizin gündəlik təcrübənizi birbaşa təyin edir. Bəs maraqlıdır, mütəxəssislər özləri bu proqramları qiymətləndirəndə nəyə baxırlar? Gördüyünüz kimi, onlar üçün ən vacib meyar 25%-lə zəngin keyfiyyəti və etibarlılığıdır. Çox məntiqlidir, çünki zəng edə bilmədiyiniz bir nömrənin heç bir mənası yoxdur, elə deyilmi? Amma diqqət edin, istifadə rahatlığı, qiymət və istifadəçi rəyləri də demək olar ki, eyni dərəcədə vacibdir. Bu da bizə göstərir ki, ən yaxşı xidmət təkcə ucuz olan yox, həm də yaxşı işləyən və rahat olandır. Beləliklə, bütün bu məlumatlardan, seçimlərdən sonra gəlib çıxırıq əsas məsələyə, öz məxfiliyinizi geri almağa. Yaxşı, sizin növbəti addımınız nə olacaq? Bəlkə də bütün bunlar sizə biraz mürəkkəb göründü, amma əslində heç də elə deyil. Rəqəmsal həyatınızın sükanını ələ almaq, şəxsi həyatla ictimai həyata ayırmaq həqiqətən də düşündüyünüzdən qat-qat asandır. Bugün danışdığımız alətlər istər sadə bir proqram olsun, istərsə də bir dəfəlik bir sim kart, bu gücü sizin öz əlinizə verir. Məlumat sızıntılarının və spam zənglərinin adi hala çevrildiyi bir dövrdə yaşayırıq. Və sonda sizə bir sualım var. Siz öz rəqəmsal kimliyinizi qorumaq üçün növbəti hansı addım atacaqsınız?